Biz tuttuğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Bütün işğal edilmiş torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaqdır. Muhterem Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq məruz edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Zəngilan vətənə qaytardı. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi işğalçılardan azad etmişdir. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Şükür Tanrı'ya o kadar buranın arzusundaydık, o kadar. Çok Deyirdim güzel. ki, qayıdacağıq öz doğma torpağımıza. Allah köməyiniz. Və qayıtdıq.